ümumiyyətlə biz çalışaq gərək müasir zamanda dini bəhsləri qəlb və ruh əsasında danışaq. Bir alim deyirdi ki, gəlin biz belə deyək ki, mən din tərəfdarı deyirəm, qəlb tərəfdarıyam, ruh tərəfdarıyam. Deyir, bu söz dinsizlərə xoş gələn sözdür, amma bir adam elə ruh tərəfdarı olsa, qəlb tərəfdarı olsa, insanın tərəfdarı olsa, onun dindar olması, dinə üst tutması zərurət olur. Allahın yaratdıqları içində ən əziz məxluq hansıdır? İnsandır. Allah insandan əziz bir məxluq yaratmayıb. Bu belədir, bu hamıya aydındır. Və insanın içində, insanın daxilində, daha doğrusu insanda ruhdan və qəlbdən, qəlb deyəndə biz bu ürəyi nəzərdə tutmuruq təbii ki. Qəlb yəni ruh, ruhdan danışırıq. Qəlb ki biz deyirik, siz ruh kimi eşidin o sözü. Qəlb yəni ruh. Allahın insana bəxş elədiyi ən əzəmətli, dəyərli varlıq insanın ruhudur, qəlbidir. Və bizdən bir şey istəyib Allah ki, bu ruhun qədrini bilək, onu tanıyaq, bilək ki, nə böyük bir əzəmətli sərmayənin sahibiyik biz. Bizim əlimizdə qiymətli bir sərmayə var, ruh adında. Allah bizdən bircə şey istəyib ki, bu qiymətli sərmayəni düzgün dəyərləndirək və onu qoruyaq, bəlalardan qoruyaq. Allaha sağlam təhvil verək, qutardı getdi. Allaha bu ruhu sağlam təhvil verə bilək. Bunu istəyib Allah bizdən. Və bunun içində də hər şey var. Sağlam təhvil verək, özü hər şeyə əhatə edir bu söz. Günah mövzusunun da bundan birbaşa əlaqəsi var. Mümkün deyil adam günahdan danışa, qəlbdən danışmaya. Günahla qəlb mövzusu bir-birindən sıx əlaqəlidir. Yəni, insan hansı cəhətdən günahdan çəkinməlidir? İnsan nə səbəbə günah eləməməlidir? Bəzi insanlar var, əzabdan qorxur, günah eləmir. Elə ki, günaha tərəf gedir, əzab yadına düşür, günahdan çəkinir. Bəzi insanlar var, bəladan qorxur, günah eləmir. Ki, bəla gələr mənə. Heç cəhənnəm əzabından çox dünyanın bəlasından qorxur, günah eləmir, bəladan çəkinir. Hərə bir səbəbdən. Bəzi insanlar da var, günahı ona görə eləmir ki, günah qəlbi xarab eləyir. Bu cavab bunlara kifayətdir, bu səbəb bunlara kifayətdir günahdan çəkinmək üçün. Günah qəlbi xarab eləyir. Qəlbin qiymətini bilən adam, qəlbin dəyərini bilən adam günahdan ona görə qaçır ki, amandır, günah mənim qəlbimi xarab eləməsin, işdən salmasın, gücdən salmasın. Adam ki, çətini qəlbin qiymətini bildi, qəlbin qiymətini biləndən sonra səhərdən axşamacan işi ancaq bu qəlbi qorumaq olur, başqa bir işi qalmır. Səhərdən axşamacan qəlbi qorumaqla məşğul olur. Hamımız bu sözü eşitmiş ki, əsas ürək təmiz olsun. Bu sözü hamı deyir. Ən günahkar adam da bu sözü deyir. Eşitmişsiniz də hamıya tanışsın. Əsas ürək təmiz olsun deyirlər. Bir dənə ibadət yerinə yetirmir, nə ki günah var hamısını eləyirdi, əsas ürək təmiz olsun. Bu ən ibtidai dərəcədə olan insanlar bu sözü deyir. Din də bu sözü deyir elə. Həmin o adamlara sizə desələr, deyin ki, bəli, düz deyirsən, din də bunu deyir. Vallah, İslam da bundan başqa bir söz demir. İslam da elə bunu deyir ki, əsas ürək təmiz olsun. Qəlbi təmizləyən nicat tapacaq. Qəlbi təmiz olan nicat tapacaq. Din də bunu deyir. Siz deyəni deyir din. Bir var deyəsən, sən din deyəni deyirsən. Bir var deyəsən ki, din də sən deyəni deyir. Allah sevinər o sözdən. Din də sən deyəni deyir. Amma dərd bundadır ki, məsələ bundadır ki, qəlb namazsız təmiz olmur, biz neyiniyək? Din də deyir, əsas ürək təmiz olsun, amma ürəyin təmizliyi üçün şərtlər var. Onlardan biri namazdır. Elə namaz vallah bunun üçündür ki, ürək təmiz olsun. Başqa bir səbəb, əgər namaz ürəyi təmizləməsəydi, vacib olmazdı. Namaz da elə bunun üçündür ki, ürəyi təmizləyir. Namaz olmasa ürək təmizlənmir. Allah yaradıb da qəlbimizi, ürəyi o bizdən yaxşı tanıyır. Allah deyir, günə 5 namaz qılmasın, ən azı 5 namaz ürək təmiz olmayacaq, ürək çirklənəcək. Mümkün deyir o ürəyi təmiz saxlayasan. O ürəyi gərək yuyasan, o yumaq üçün namazı vacib buyurur. Bu ayəni neçə dəfə dedik?
Namaz insanı pis işdən uzaqlaşdırır, təmizləyir, yəni qəlbi təmizləyir. Oruc haqda danışırsan, orucun bir başqa bir mənası yoxdur ki, oruc ürəyi təmizləyir, qəlbi təmizləyir. Oruc elə bunun üçündür. Görürsən, hələ biz dindən danışmasaq, qəlbin təmizliyi mövzusundan daxil olsaq, qəlbin təmizliyi gətirib çıxardacaq ki, bizə din lazımdır. Qəlbi təmizləmək üçün Allah 114 surə Quran nazil eləyir. Allah 124 min peyğəmbər, 12 imamı elə bunun üçün göndərib ki, ürək təmiz olsun. Bu dinin bundan başqa bir məqsədi yoxdur. Allah arağı, şərabı, içkini niyə haram bilir? Qoy içsinlər də cəmaat. Ondan içəndə Allaha nə olur ki? Nə ziyan olur? Heç bir ziyan, Allaha heç nə olmur. Bu olur ki, innəməl xəmr vəl məysir, sayır və deyir, ricsun min əməli şeytan. Bu çirkinlidir, ürəyi çirkləndirir, ona görə haramdır. Rics, yəni çirkinlidir bu. Yəni nə? Məqsəd budur ki, ürəyi təmiz qalsın. Ürəyi çirkləndirən şeylərin adına dillər haram. Ürəyi təmizləyən şeylərin adına dillər vacib. Din budur. Məqsəd budur ki, ürək təmiz olsun, ürəyin təmizlənməsi üçün bir ay gərək oruç tutasan ildə, həccə gedəsən, zəkat verəsən. Hamısının da dəlili var. Xumsun ürəyi təmizləməklə nə əlaqəsi var? Zəkatın nə əlaqəsi var? Çox birbaşa əlaqəsi var. Əslində zəkatın, xumsun elə ürəyi təmizləməkdən başqa mənası yoxdur. Bilirsiniz nədir onun mənası? Dinlər dünyaya ki, məhəbbət sənin ürəyində var, malından verməklə o məhəbbəti qopardıb verirsən, ürək təmizlənir. O məhəbbətdən bir parça qopardıb verirsən. Sədəqə, xums, zəkat, nədən istəyirsiniz, gəlin danışaq bugün. Dinin hansı hökmün ürəyin istəyir danışaq, vaciblər bunun üçündür, ürəyi təmizliyə, haramlardan çəkinmək bunun üçündür ki, ürəyi təmizliyə. İkisi də bunun üçündür. Din yəni ümumiyyətlə bu. Bizə Allah qiymətli bir ruh verib, və bizə tapşırıb ki, ey insan, nə qədər qalacaqsan dünyada? Sənə bir misyon var, sənin bir vəzifən var ki, bu ruhu sağlam saxla. Mənə sağlam ver, qalanı ilə işin yoxdur. Sən bunu mənə sağlam təqdim elə, təmiz təqdim elə bu ruhu mənə, ondan sonra gör sənə mən nə ləzzətlər daddırıram. Neyniyək ki, xəstə qəlblərin yeri deyir cənnət. Cənnətin adı nədir? Cənnət darus salamdır, yəni salamatlıq evi. Gərək ruh salamat olsun ki, cənnətə girə bilsin. Ruhda o qabiliyyət olsun, cənnətə daxil ola bilsin. Din gəlib bizim qəlbimizi təmizləyə və biz gərək ruhumuzu tanıyaq. Bilək nə qiymətli bir şey Allah bizə verib ki, onu diqqətlə qoruyaq. Biz bir şeyin qiymətli olduğuna inanandan sonra onu qoruyuruq. Təzə maşın alırıq, nə qədər qiyməti çoxdursa bir o qədər diqqətli onu qoruyaq. Bir cızığı da bizi narahat eləyir. Ruhun cızıqları günahlardır. Ruha elə zərbə vurur bir günah ki, onu mən dillə təəssüf ki, bu minbərdən izah eləyə bilmərəm. Onu görən adamlar, qəlbin mütəxəssisləri bilir ki, bir dənə günah ürəyi nə qədər bərbad eləyir. Bir dənə günah qəlbə nə qədər ziyan vurur, onu ancaq qəlbi tanıyan adamlar bilir. Mən bu sözü dedim, Ayətullah Şahabadı deyir, 40 gündür tövbə eləyirəm, bir məclis idi, özümdən asılı döyürdü. Oturmuşdum, qeybət elədilər, qulağım eşitdi, özümdən asılı olmadı. O qulağım eşitməyimin təsirini 40 gündür istiğfarla aradan apara bilmirəm. Görün, nə incə varlıqdır bu ruh. Gör, nə incə məxluqdur ki, ona bu qədər ləkə salır, kiçik bir əməl. Kiçik deyəndə ki, ixtiyarı eləməyib, otura bir adam günah eləyir. Yox, qulağı eşidib, onun təsirini hiss eləyir. İndi o təmiz adamdır, bilir ki, 40 gündür, bu təsir getməyib aradan. Haşiyə çıxıram, bu mövzuya aidiyyəti yoxdur, bəlkə də nəsə yadıma gəldi, deyim. Orucluq mövzusudadır, amma deyirlər ki, yadda saxlayın bunu sadəcə. Deyirlər ki, bəzi günahlar var ki, onun təsiri heç bir tövbə ilə qəlbdən silinmir. Heç bir tövbə ilə, istiğfarla, nə qədər elə xeyri yoxdur, onun bir əlacı var, İmam Hüseyin ağaya ağlamaqdır. Bir sıra günahlar var ki, İmam Hüseyinə əza saxlamaqla ancaq təmizlənir. Bunu elə belə haşiyə kimi dedim ki, yadda saxlayın. Bəzi günahlar var ki, qəlbdən onun təsirini ancaq Hüseynə axıdılan göz yaşı apara bilir. Heç bir tövbə, istiğfar o günahın təsirini qəlbdən apara bilmir. Bizə bu ruhu veriblər, qəlbi veriblər ki, biz onu təmizləməklə məşğul olaq və təmizləməklə məşğul olaq, yəni Allaha tərəf gedək. Biz elə bilirik, Allaha tərəf getmək, biz harasa kənara getməliyik. Yox, Allaha tərəf getmək içəri yönəlməkdir. Allah qəlbdədir, Allah ürəkdədir.
Allah buyurur, yerə göyə sığmıram, müminin qəlbi mənim yerimdir. İnsanın günahları qat-qat maniyələr, hicablar yaradır. İnsanın ruhunun dərinliyində bir gövhər var, qiymətli mərifət gövhəri var. Bizi göndəriblər o gövhəri tapaq. Onu necə tapaq? Günah pərdələrini yırtmaqla, çəkməklə gedək o gövhəri tapaq, o qiymətli daşı tapaq. Onun adı mərifətdir. Hədisdə var, bu qəlblər qab kimidir. Qaba nəsə qoyulur da, məsələn, bir var meyvə qabı var, bir var qəndin qabı, hər şeyin özünə münasib qabı var. Üzr istəyirəm, var zibil qabı ki, ora zibil tökülür. İnsanın qəlbi də qabdır, bu qaba nə qoyulur? Bu qaba mərifət qoyulur. Qəlb mərifət qabıdır. Qəlbi onun üçün düzəldib Allah ki, ora mərifət qoyasan, Allah mərifəti qoyasan. Nə qədər bu qəlbin tutumu çox olsa, bir o qədər mərifət də çoxalır. Dərəcələr sonsuzdur. Bilirsiniz nə qədər dərəcələr var, nə qədər istəyirsən get, yuxarı getdikcə yol var. Allaha gedən yol sonsuzdur. Cənnətə daxil olanda, mən bunu keçən dəfələrdə, moizələrdə demişdim. İnsanların hamısı əbədi olaraq ləzzət alacaqlar. Yəni necə? Yəni biz bir sabit ləzzət halında olmayacaq. Hər gün bizim ləzzətimiz artmaqda davam edəcək. Əbədiyyətə qədər. Əgər biz ora gedib çıxa bilsək. Gündə artacaq. Amma hansı miqdarda artacaq, o miqdarı biz dünyadan aparırıq özümüzdən. Biri var, biri böyük bir qazan aparıb, su doldurur hər gün. Bir də var, biri bir stəkan aparıb. Hər ikisi hər gün doldurur, hər gün artırır. Amma biri qazanla artırır, biri stəkanla artırır. Onu dünyadan aparırıq. Qəlbimizin tutumu bu dünyanın məhsuludur. Bu dünyadan biz qəlblə ayrılırıq və o qəlbin tutumu müqabilində Allahdan faydalanırıq. Dərəcələr sonsuzdur. Nur nə qədər yuxarı gedirsən ged var, zülmət də elədir. Nə qədər enə bilirsən en. Hər adama qismət olmazdı əleyhissalamı şəhid eləmək, öldürmək. Onun üçün xüsusi alçaqlıq lazım idi ki, o İbn-i Mülcəmdə idi. Elə bilirsən, hər adam gəlib o cinayəti eləyə bilir. O İbn-i Mülcəm olmaq lazım idi ki, qəlb o dərəcədə qaralmalı idi ki, o cinayəti eləyəsən, o da ona qismət oldu. Bəzən biz qismət deyəndə ancaq yaxşı şeylər nəzərdə tuturuq. Bu günahlar da adama gərək qismət ola. Allah eləməsin, Allah qismət eləməsin. Ruh nə qədər qaralır ki, gəlirsən, əlinin qatili olursan. Peyğəmbər buyurdu ki, səni insanların ən bədbəxti öldürəcək. Əleyhissalama deyir. İnsanların ən bədbəxti səni öldürəcək. Hər adama qismət olmazdı İmam Hüseyin ağanın başını bədənindən ayırasan ki, şimrə qismət oldu. Görəsən, insan neynir ki, həmişə də şimrdən söz düşəndə adam qorxu bürür. Niyə? Çünki bir zaman bizim kimi əlini sevənlərdən idi. Bizim kimi əleyhissalamı sevənlərdən idi. Neynədi özünə, nə günə qoydu özünü ki, gəldi bu vəziyyətə düşdü ki, Allah onu layiq bildi İmam Hüseynin başını bədənindən ayırmağa. Buna da bir mənfi mənada ləyaqət lazımdır, mənfi mənada. Qəlb çox mühüm məsələdir, qəlbi təmizləmək mühümdir və insana ki, deyirlər günahdan çəkin, günah eləmə. Fəzilətli insanlara cəhənnəmdən danışmaq lazımdır. Bir dənə desən ki, bu sənin ruhuva ziyandır, qəlbini xarab eləyir, deyir baş üstə. O qədər qəlbin qədrini bilir, o qədər ruhun özünün qiymətini bilir. Bu qəlbi ona görə veriblər ki, qəlbi Allahın məhəbbətini daxil eləyəsən. İnsan üçün çox ali məqamlar var. Deyir, bütün insanlar cənnətə müştaqdır, cənnət Salmana müştaqdır. Mənası budur ki, cənnət deyir ki, Salman ayağını mənim üzərimə qoysaydı, şad olardım. Şərəf bilir özünə ki, Salman ayağını qoysun onun torpağına. Cənnət Salmanın müştaqıdır, aşiqidir. Bu dərəcələr bütün insanlar üçündür. İnsan üçün bu məqamlar var ki, insan bütün varlıq aləmindən naz eləyir və bütün varlıq aləminin ən uca zirvəsinə qalxa bilir.